Salam. Bugün sizlərə natural ədədlərin də əbab abçaba aid möhtəşəm bir sualın izahını verəcəm. Əsasən də sertifikasiya imtahana düşə biləcək olan sual tiplərindəndir. İlk öncə bizim MİQ sertifikasiya abituriyent hazırlığı qeydiyyat davam edir. Qoşulmaq istəyənlər 070 821 11 81 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Keçək misalımızın izahına. Misalda deyilir, ABC natural ədədlərdir. Əbab AB 6, əbab BC 8 olarsa, A plus B plus C cəminin ən kiçik qiymətini tapın. Bunu ikisi də əbab olan zaman qısa bir yolunun həllini deyəcəm. İkisi də əbab, əgər dəyişənlərdən biri digərində iştirak edirsə, o zaman burada alınan ədədlərə baxırıq. Burada alınan ədədlərdən biri 6, biri 8-dir. Biz bu 6 ilə 8-ə ən kiçik ortaq bölünən axtarırıq. Onlara da ən kiçik ortaq bölünən 24 edir. İndi demək burada ikisinin də daxil olduğu ədəd 24-dür. Demək burada ikisinin də daxil olduğu ədəd B olduğuna B biz 24 götürürük. Aparıb yerinə qoysaq. Məsələn, əbab B 24 tapdıq. A 24. Verib 6. Biz burada bilirik ki, ən kiçiyi burada A-nın yerində 6 ola bilər. 6 ilə 24-ün əbabı bizə 6 verir. Keçək digərinə. Digərində B-nin yerinə 24 qoysaq, əbab 24 C bərabərdir 8. Demək, burada C-nin yerində 8 durubdur ki, ən kiçiyi. Əbab 24-dən 8 veribdir. Demək, burada olub C-imiz 8, B-imiz 24, A-imiz da 6. Bunların da cəmi edir 38. O da ebandır.